Əslində bugün üçün başqa bir video paylaşacaqdım, amma aldığım bir xəbər məni çox sarsıtdı. Çünki uşaqlığımın parçası olan bir insanı itirdik. Uşaqlığımızın kinosu Məhəllə. O filmlərdəki insanlar bizdən çox da fərqlənmirdi. Həmin küçələr, həmin zarafatlar, həmin həyat tərzi. Bəzən aktyor elə oynayırdı ki, elə bil bizim qonşumuz idi. Məhəllənin uşağı idi. Cabir İmanov da onlardan biri idi. Mən onu şəxsən tanımırdım. Heç rastıma da çıxmamışdı. Amma ekranda gördüyüm o obrazları mənim uşaqlığımın bir hissəsinə çevrilmişdi. Elə bil qonşu məhəllədən idi. Səmimi, təbii, özümüzdən biri. Həmin rollar bizə yalnız əyləncə yox, həm də bir doğmalıq verirdi. İçimdə bir boşluq yarandı. İnsan bəzən heç tanımadığı birini də itirəndə sarsılır. Çünki həmin insan sənin həyatının xatirələrinə toxunub. Mənim üçün bu, uşaqlığımın bir parçasını itirmək kimi oldu. Amma düşünürəm ki, sənətkarlar ölmür. Cabir İmanov da ölmədi. O bizim gülüşümüzdə, uşaqlığımızın yadında, məhəllə kinosunun o unudulmaz hissəsində yaşayır. Onu yad etmək, uşaqlığımızı yad etmək kimidir. Allah rəhmət eləsin.